Hörmətli dinləyicilər, yenə bu videonu indi alıram. Bax o görünən ev bizimdir. Arxasında da beton zavod yerləşdiriblər. Yəni bizə məxsus olan ev artıq blokadadadır. Bunu söküblər, mənə göstər görsün. Bunu söküblər, bizi saxlayıblar. Düşüblər bizlə prinsipə. Bir dənə də 40-50 ağac qoymurlar qala. Hamısını gecə ilə kökündən çıxardıblar. Yaşıllığın qənimidirlər. Bunlar yaşıllıq terroristdirlər. Bizi 5 ildir süründürürlər burada. Nə deyirlər, nə də fikirləri bilmirik. Hörmətli deməli vətəndaş, Elman müəllim, qanun şahdır, şah qanun deyil də. Yəni bunu bilirsən, özün də uzun illər orqanda işləmiş adamsan, polkovnik adamsan. Nəysə bunu hüquq məktəbisində yəqin ki bu Abşeron Kristal özü yəqin ki bir razılığa gələr, mehribansılıqla. Əks təqdirdə saxlayıblar bizi burada, 2 qonşu. 3 ildir, 4 ildir saxlayıblar. Bir ilə yaxındır burada Niyaz kişini də söktülər. Orada Elburusu söktülər. Bizi niyə saxlayıblar? Bizə heç bir şərt demirlər. Belə bizi əzab verirlər. Mənim özümdə də kadrlar var, nə qədər kadrlar var. Bunlar ağacları nə qədər kökündən çıxardırlar. Dövlətin özünün Sputnikdən də qalıb baxa bilər ki, bura necə yamyaşıl idi. Gətirmə dekorativ ağaclar əkməklə dörü dipçəkdə. Onun kölgəsində durmaq üçün 30 il ömür lazımdır. Kimin 30 il ömrü qalıb ki, o dipçəkdə əkdiyi ağaclar böyüyüb olacaq. Ağac kölgəsində insanlar istirahət edəcək. Heç onları bizlər görməyəcəyik. Cəmiyyətin başına suyunu başarlatmaqla dörü, suyunu qazonlar alıb gətirirlər kvadratından 3 manata, 5 manata sərirlər ora. Bakının Binə qəsəbəsində əkirlər. Güya bunlar yaşıllıq düzəldirlər. Yaşıllığı körlüyür, düzəltmir. Bizim hüquqi dövlətimiz var, yaşıllığa ziyan vuran, bizim xalqa milləti incidən yəqin ki bu MTK rəhbərləri nəticə çıxardı. Beton zavodun səsindən, köyündən yata bilmədik, köçdük buradan, əziyyət çəkdik. Gül kimi evimizdən, eşiyimizdən elədilər bizi. Ona görə beton zavodu da çəkirəm və betona Mişalxanda qeyd edirəm ki, yəni burada belə bir qanunsuzluqlar başa alınır. Görünəyə də bina tikiblər, pul qazanıblar.